Bilirsiniz, bugünkü məsələ mənim üçün çox həssasdır. Dil məsələsidir. Niyə görə həssasdır? Bunu efirdə dəfələrlə demişəm. Yenə də təkrarlayım, çünki xeyli yeni izləyicilərimiz var. Xoş gəldiniz bu arada. Mən rus dilli böyümüşəm, bilirsiniz bunu. Heç kimdən də gizlətmirəm. Ailəmin yarısı rus dilli idi, yarısı Azərbaycan dilli idi. Böyüyərək iki dil eşitmişəm daima. Nənəmi də saysanız türk dilində danışırdı, o heç. Bundan əlavə mən rus dilli məktəbi bitirmişəm. Və dil məsələsinə gələndə hər hansı bəyanatlar, xüsusilə siyasilərdən gələn bəyanatlar mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Və çox, yenə də dediyim kimi, həssas yanaşdığıma görə bu həssaslığı çalışıram balanslaşdırım ki, götür-qoy eləyim, düşünüm, özümə gəlim, sonra bu barədə öz rəyimi bildirim. Bilirsiniz, mən 1973 təvəllüdü olduğuma görə çox yaxşı başa düşürəm və dərk edirəm dilin nə kimi təhlükələrlə üzləşdiyini, xüsusilə bizim Azərbaycan dilimizin. Çünki bu şəxsi qənaətimdir. 1-2 nəsil də dəyişsəydi və 1-2 nəsil də Sovet İttifaqı davam eləsəydi, Azərbaycan dili ola bilsin ki, məhv olmasaydı da çox belə kiçik xalqlar dilinə çevriləcəkdi. Onu artıq xilas etmək mümkün olmayacaqdı. Biz artıq Bakıda bu Azərbaycan dilinin əcaib rus dili ilə qarışığında danışırdıq bəzilərimiz yox. Məsələn, mənim atam icazə verməzdi, amma bu artıq normal sayılırdı. Bundan əlavə, mən universitetə başlayarkən 90-cı illərdə artıq Xalq Cəbhəsi hökuməti idi. O zaman hətta mən belə bir şey sezmişdim ki, mənim Azərbaycan dilli dostlarım başqa fakültələrdən ya sektordan universitetdə mənimlə rus dilində danışmağı tərcih edirlər. Baxmayaraq ki, bilirdilər ki, mən Azərbaycan dilini çox yaxşı başa düşürəm və o zaman artıq türk dilində çox yaxşı bilirdim. Bu, bilirsiniz niyə görə? Yəni, mənim onları anlaya bilməyəcəyimə görə deyildi. Onlar özlərini sanki rus dilində danışmaqla başqalarından müsbət şəkildə fərqləndirməyə çalışırdılar. Bu da mənim çox belə, necə deyim, əsəblərimi oynayırdı. Çox, yəni, dəfələrlə üzləşmişəm, qabaqlaşmışam onlarla ki, mənlə niyə rusca danışırsan? Yəni, bunun səbəbi nədir? Əcəba, deyirəm, mənim Azərbaycan dilim yetərli qədər yaxşı deyil sənin üçün, ya danışarkən birdən mən başa düşmədim, belə bir fikirlər ağlına gəlir, ondandırmı? İstər-istəməz də, yəni adam özündən şübhələnir əvvəl, normal adam, sonra başqasından. Gördüm ki, yox, bunun arxasında başqa bir şey var. İndi sözümü nəyə gətirirəm? İlham Əliyev prezident artıq bir dəfə deyil, 2 dəfə, birinci dəfə AMİA-da, ikinci dəfə bu yaxınlarda mətbuatda oxudum, yerini yadından çıxartdım, çünki əslində yeri də, məkanı da əhəmiyyətli deyil. Onun hər bir yerdə dediyi söz media tərəfindən işıqlandırılacaq, təkrarlanacaq, tirajlanacaq və s. və ilə. Mən burada görürəm, Amerikada. Artıq ikinci dəfə gördüyüm, eşitdiyim ki, Azərbaycan dövlətçiliyinin qarşısında olan dil təhlükəsindən danışır. Bu dil təhlükəsi nə imiş? Mən əvvəlcə eşidən kimi dedim, maşallah, yəni bizim yönetimimiz abıra gəlib. Rus dilinin təhlükəsini artıq gec olsa da sezib, cəmaata çatdırır, tirajlayır və ola bilsin ki, buna qarşı xəbərdarlıq edir. Sonra baxdım, qulaq asdım, eşitdim, gördüm ki, yox. Burada söhbət yəqin ki, rus dilindən getmir. Tərs gəldi mənə doğrudan. Gördüm ki, söhbəti bağlayırlar seriallara, bizim dilimizin yox olması təhlükəsinə. Bilirsiniz, mən bu məsələdə razıyam prezidentlə. Dövlətin, dövlətçiliyin, millətin özünü dərk etməsinin birinci və ən başlıca meyarı, faktoru, amili dildir. Dil olmasa düşüncə yox, dil olmasa özünü müəyyən etnik qrupa aid etmək yox, adamın
demək olar ki, bütün orientirləri yox olur. Bu məsələdə mən onunla razıyam. Amma belə altdan dilin adını çəkmədən türk dilinə, Türkiyə türk dilinə, Anadolu türkçəsinə dil uzatmaq nədir? Bunu mən başa düşəndə ki, yox, burada söhbət rus dilindən yox, türk dilindən gedir. Mən bilirsiniz dəli oldum. Ona görə də sizə çoxdan söz vermişdim ki, bu barədə danışacağam, amma danışamadım. Dedim, mənim əsəbim dinsin əvvəl. Bəlkə mən qərəzli yanaşıram, bəlkə mən nəyisə görmürəm, anlamıram. Amma neçə vaxtdır, bax, neçə həftədir mən bu fikirlə yatıram, bu fikirlə oyanıram, özümə deyirəm, bunu mütləq dilə gətirmək lazımdır, bu barədə, o barədə filan beşməkan. Amma bilirsiniz, indi yazıram və görürsünüz, qabağımda heç bir yazı yoxdur. Yəni, sizinlə danışdığım kimi danışıram. Əcəba deyirəm, İlham Əliyev, prezident Azərbaycan dövlətçiliyi qarşısında duran təhlükələrdən fikirləşərkən, niyə görə onun ağlına türk serialları gəlir? Niyə görə onun ağlına türk dili bir təhlükə kimi gəlir? Azərbaycan dövlətçiliyi qarşısında duran ən böyük problemlər ya bizim dövlətimizin qarşısında ən böyük təhlükə Şevval Samdırmı, Ajda Pekandırmı, canım sizə desin, Nesrin Cavadzadədirmi? Özü də Azərbaycanlıdır, ironiyaya bax. Yəni onlardırmı, onların danışdığı dildirmi, yoxsa məmurların özbaşınalığı, korrupsiya, cinayətkarlıq, yəni dövlət rəmzləri altında edilən cinayətkarlıq, rüşvətxorluq, bütün jurnalistlərin həbs olunması, cəmaatın artıq öz rəyini dilə gətirə bilməmək şəraitidirmi ən böyük dövlətçilik qarşısında duran təhlükə? Yəni, kim daha qorxuludur? Şevval Sam, hər hansı onların adını belə timsal olaraq çəkirəm, bilirsiniz də, yəni onların simasında hər hansı türk serialında oyunçu, aktyor. Onlardırmı? Yoxsa xarranmış, özünü biabırçı şəkildə aparan Azərbaycan dövlətinin məmurlarıdırmı? Azərbaycandakı sosial gərginlikdirmi? Azərbaycanda qazilərin indiki yaşamına biganəlikdirmi dövlət qurumları? Yəni, nümayişkarana biganəlik. Elə-belə deyil. Budurmu? Kimdən daha çox təhlükə hiss edirik? Bu birincisi. İkincisi, indi onların dərmanına su tökmək istəmirəm. Bilirəm, bu dil söhbətini ortaya atırlar, çünki bilirlər ki, cəmaatı birləşdirəcək bir mövzu olmalıdır. Və bu mövzu sosial gərginlik olmasın, bilmirəm, canım sizə desin, qiymətlərin artımı olmasın, başqa hər hansı sosial və iqtisadi problemlər olmasın deyə belə suni surətdə öz ağıllarında yarım bişirib ortalığa atdıqları məsələdir, dil məsələn. Hamımızı alovlandıracaq bir məsələ deyilmi? Həssas yanaşırıq, dediyim kimi. Təhlükənin lap ağzından dönmüşük, qayıtmışıq. Prezident artıq 2 dəfədir bu dilin adını çəkmədən türk dilinə bu cür yanaşmasını sərgiləyib. Çox ictimai belə çıxışlarında. Türklər demiş, ağzındakı baklanı çıxarsa, yəni bizim dildə buna mus-mus deməkdənsə, elə Mustafa desə bir dəfəlik, desə ki, mən türk dilini Azərbaycan üçün böyük təhlükə kimi görürəm, dövlətçiliyimiz üçün. Biz də başa düşək. Amma gəlin indi bunu təhlil eləyək. Birinci tərəfi budur. Azərbaycan xalqı niyə türk televiziyasına baxır? Mən Amerikada yaşayıram, mən də türk televiziyasına baxıram. Çünki orada az yaxşı, pis, az çox pis yaxşı keyfiyyət var. Ən azından keyfiyyətli proqramlar hazırlamağa çalışırlar. Jurnalistikada, dizilərdə, biz səhər-axşam yəni ciddi kontent istehlak eləyə bilmərik axı. Yəni, zaman-zaman adam gülmək istəyir. Zaman-zaman adam belə bir bayğı dillə desək, axmaq proqramlara baxmaq istəyir ki, beyni dincəlsin. Nə olar? Nə var ki burada? Açırsan Azərbaycan kanallarını biabırçılıq üstündə.
öz dilində normal danışa bilməyən insanlarla rastlaşırsan. Öz ana dilində fikri ifadə eləyə bilməyən adamlarla yəni üz-üzəsən. Və onlar televiziya ekranından sənin evinə gəlir. Nəyinə lazımdır bu? Yəni bu bizim nəyimizə lazımdır? Bu birincisi. İkincisi, o boyda həngamədən, təntənədən sonra ki, biz Azərbaycan ordusunun standartlarını Türk ordusuna uyğunlaşdırırıq. Biz az qala deyəcəkdilər ki, biz iki dövlət, bir ordu olacağıq. Yəni siyasi ritorika bu vəziyyətə gətirmişdi, deyilmi? Yəni yadınızdadır. Əminəm ki, yadınızdadır. Yəni məntiqlə baxmaya çalışsaq, belə çıxır ki, müharibə vaxtı Türk zabitləri və əsgərləri yaxşı idi, amma müharibə bitəndən sonra onların öz aralarında danışdığı dil, onların ana dili birdən-birə bizim dövlətçiliyimizə təhlükədir. Bir saniyəlik bu məntiqə onların gözü ilə, türklərin gözü ilə baxın. Bir saniyəlik. Bunun adını nə qoyarsınız? Yəni, başqa cür desəm, hansı arla? Bilmirəm. Bir tərəfdən bunu deyirlər, israr edirlər. Bir tərəfdən bu cür bəyanatlar görürük biz. Bir tərəfdən də Türk dili, sən demə, Azərbaycan üçün bir təhlükədir. Türk dilini, dilin adını çəkmədən hədəf kimi göstərirlər. Və özlərini dil qoruyucusu, dövlətçilik qoruyucusu, az qala əxlaq abidəsi kimi göstərirlər bu məsələdə ki, biz dilimizi qoruyuruq mənfi təsirlərdən. Keşke bizim bütün üzləşdiyimiz mənfi təsirlər Türk dili kimi mənfi təsirlər olaydı. Keşke bundan daha təhlükəli, daha qorxunc problemlərlə üzləşməyəydik, canımız qutaraydı. Bilirsiniz, mən bunu anlaya bilmirəm. Mən bunu anlaya bilmirəm, amma sizə dəfələrlə demişəm. İnanmayın, bütün bunlar oyunlardır. Rusiya ilə də münasibətlər korlananda demişdim ki, bu oyundur. Çoxunuz mənə dirəndi, təpindi, yazdı, pozdu. Tamam. Hər yer təhlükə, hər şey təhlükə, təkcə rus dilindən başqa və Rusiyadan başqa. İndi bilirsiniz, mən prezidentin ailəsindən danışmağı sevmirəm. Çünki ictimai şəxslər deyirlərsə, yəni məsələn, yoldaşı ictimai şəxsdir çünki onun dövlət pozisyonu var, dövlət mövqeyi var, vəzifəsi var. Qızından danışmağı sevmirəm çünki heç xoşuma gəlmir bu söhbətlər. Lakin, gəlin belə danışaq. Qızı da ictimai şəxsdir. Leyla Əliyevadan söhbət gedir. Qızı rus dilində şeirlər yazır. Haqqıdır. Azərbaycan vətəndaşı olaraq istəyir rus dilində yazsın şeirləri, istəyir Çin dilində yazsın şeirləri. Şeirlərdə dediyim kimi dəfələrlə xoşuma gəlir. Onun həssas bir strukturunu, konstitusiyasını göstərir. Yəni şəxsi konstitusiyasını. Gözümə çarpır orada-burada Instagramda çıxır, qulaq asıram. Yəni, xoşuma da gəlir. Qrammatik səhvlər, problemlər bir kənara, tamam, olsun. Haqqı var. Biz də, siz də, mən də çox yaxşı bilirik ki, prezident yoldaşı ilə evdə rus dilində danışır. Və prezident rus dilində danışa-danışa böyüyüb. Tamam da, yəni, oyun çıxartmayaq, indi, yəni, aldanmayaq. Onun ana dili rus dilidir mənimki kimi. Yəni, bu nə yaxşıdır, nə pisdir, bu sadəcə bir faktdır ortalıqda. Təbii ki, rus dillilərin çoxu türk dilini, mən dəfələrlə özləşmişəm Facebookda da, dərhal dostluqdan da çıxarıram. Türk dilinə dil uzadan insan mənim dostluğumda olmamalıdır. Mən bunun arxasında çox, necə deyim sizə, mənfur şeylər görürəm, motivlər görürəm. Kimin xoşuna gəlmir mənim mövqeyim, mənə baxmaya bilər. Mən dəfələrlə demişəm, mən heç bir xalqın, Azərbaycan daxilində yaşayan heç bir xalqın öz xalqımdan üstün ya aşağı olduğunu deməmişəm. Hamı
mənim üçün Azərbaycanlılar hamı birdir. Amma cəmaət gəlin belə danışaq da. Yəni mənim dilimə və mənim mədəniyyətimə, mənim köklərimə hörmətsizlik etməyin. Nədən danışıram? 1970-ci illərdə Türkiyənin adını çəkmək çox təhlükəli idi Azərbaycanda. Yəni demirəm ki, hamını tutbas eləyirdilər, yox, artıq Mircəfər Bağırovun vaxtları bitmişdi. Amma yenə də diqqətinizi çəkirəm ona. 1970-ci illər Sovet İttifaqının zır vaxtları. Mənə atam həmişə deyərdi ki, sənin iki ölkən var, iki vətənin var, biri Azərbaycan, biri Türkiyə. Birini o birisindən ayırmaq olmaz. Və bizim ailə kimi xeyli ailələr tanımışam. O zaman indiki kimi deyil, yəni televizor açırsan onlarla, minlərlə kanal görürsən türk dilində. Radionu açırsan, nəyisə eşidirsən. Yəni internetə girirsən, istədiyin an, istədiyin mahnı, istədiyin kino, istədiyin sənədli film, istədiyin xəbər kanalı. Yoxudur elə şey. Biz bilirsiniz necə yaşayırdıq o zamanlar. Kimsə tanıdığımız, tanışımız Türkiyəyə gedərdi vaxtında, pulu nəyə çatırdı, o kasetləri alardı, gətirərdi Bakıya. Sonra biz bir-birimizdən o kasetləri kopyalayardıq, yazardıq. Səs əcaib. Artıq bilirsiniz, birinci kopyadan 15-ci kopya təsəvvür edin. Yəni söhbət lentdən gedir. İndiki cəmaət bunu anlamır. İndiki gənclər o zamanın texnologiyasını ola bilsin ki, bilmir, anlamır. Onlar üçün bu qədim tarixdir. Bu mənim uşaqlığımdır. Yazardıq, ondan, bundan, yəni şəhərə təzə olay türklər demiş, böyük bir hadisə idi. Sezen Aksu yeni albom çıxarıb, məsələn də, yəni məsələn. Böyük hadisə idi. Kimdə var, kim yazıb, kimin dostu, tanışı Türkiyəyə gedib gəlib. Onlardan alardıq, kopyalayardıq, rahatlayardıq. Belə ki, mən öz uşaqlığımı Türkiyə müğənnilərinin musiqisi ilə ölçə bilirəm. Filan il 88 Sezen Aksu'nun filan albomu, 92-ci il filan albomu, 84-cü il Ajda Pekkanın filan albomu. Bilirsiniz, belədir. Yəni mən öz keçmişimə baxanda mən bunları görürəm. Mənim üçün bunlar hamısı həyatım boyunca, həyatımın timeline'ı, zaman xəttinin hissələridir. İndi tamam da olsun, kiminsə xoşuna gəlməyə bilər. Kimsə məni kimi, dünyanı mənim kimi görməyə bilər. Olsun, problem deyil. Amma bir tərəfdən bizim strateji müttəfiqimiz Türkiyə, bir tərəfdən sən, yəni prezidentdən söhbət gedir, Türkiyənin daxili siyasətinə qarış, Ərdoğanın seçki qabağı kampaniyalarında iştirak et. Bu da çox kobud müdaxilədir başqa ölkənin daxili prosesinə, seçkilərinə. Bilirsiniz, türklərin çoxu bizə bunu bağışlamayacaq. Bizə deyəndə ki, bunu prezident eləyib, amma bunun xəcalətini biz hamımız çəkəcək, Azərbaycan vətəndaşı kimi. Yəni, mənə dəfələrlə deyiblər üzümə bunu. Bunu elə, sonra ordunun standartlarını birləşdir, axırda da de ki, türk dilindən, açıq da demir bunu, türk dili Azərbaycan dövlətçiliyi üçün təhlükə imiş. Dövlətimiz yox ola bilərmiş, çünki bizim dilimiz yox ola bilərmiş. Yəni, bizim mədəniyyətimizi nə dərəcədə, bizim dilimizi nə dərəcədə adam aşağı tutmalıdır ki, türk dili təsiri altında biz yox olacaq, düşünsün. İnkar etmirəm, türk dili çox məntiqli dildir. Türk dili bizim dilimizdən daha çevik, daha çağdaş, daha uyğunlaşan bir dildir. Və mənim qulağıma yatır şəxsən. Mən dövlətin qarşısında duran təhlükələri sadalamalı olsam, türk dili ilk ağlıma gələn bir şey deyil. İlk yox, ilk yüzlükdə yoxdur bu. Düzdür, dilimizi saxlamalıyıq, mədəniyyətimizi saxlamalıyıq. Davranışlarımızda, yəni, mən bunu dəfələrlə demişəm, kimsə Azərbaycanı deyəndə, mən filan yerdə çalışıram, istəyirəm əlimdə nə var, başında oynasın. Niyə? Filan yerdə çalışıram düzgün deyil, yəni bunu demək düzgün deyil. Bizim öz dilimizdə bunun gözəl və normal ekvivalenti var. Mən filan yerdə işləyirəm. Çalışmaq cəhd eləməkdir. İşləmək fəaliyyət göstərməkdir. Yəni bunu dəfələrlə demişəm, bunu dəfələrlə vurğulamışam. Bizim öz dilimizdə nəyinsə qarşılığı varsa,
Yəni götürmə sözlərə ehtiyac yoxdur. Yoxdur. Amma elə konseptlər var, elə düşüncə tərzləri var, elə məqamlar var ki, bizim dilimiz xeyli zaman geridə qalıb. Sovet vaxtı qoymayıblar dilimiz inkişaf eləsin. Biz özümüz öz dilimizi az qala qoyub başqa dildə danışmağa başlayırdıq. Yəni mən öz çevrəmdən danışıram, öz ətrafımdan danışıram. Yəni bu da az deyil. Mən xeyli insan tanıyıram. Mən şəhərin mərkəzində böyümüş adam kimi mən xeyli ailələr tanımışam. Ki onların çoxu indi xeyli vəzifələrdədir. Yəni gələcəyimizi, Azərbaycanın gələcəyini müəyyənləşdirən adamlardan biriləridir. Buna manqurtlaşma deyirlər ümumiyyətlə. Millət öz kökünü, öz dilini unudub, başqa dili götürəndə, başqa mədəniyyəti qəbul eləyəndə bu artıq manqurtlaşmadır və mən bunun tərəfdarı deyiləm. Özüm bir neçə dil bilsəm də, mənim öz dilim var. Gördüyünüz, eşitdiyiniz kimi. Mən öz dilimi heç kimin ayağına vermərəm. O cümlədən türk dilinin. Amma yenə də burada ola bilsin ki, siz, necə deyim, təzad görürsünüz dediyimdə. Niyə görə? Çünki dediyim kimi, mən Azərbaycanı Türkiyədən ayırmayaraq böyümüşəm. Azərbaycan dili və türk dili mənim üçün eyni şey olmasa da çox paralel məfhumlardır. Yaxın bir şey, bir-birinə yaxın məfhumlardır. Və mən yenə də türk dilinə uzadılmış hər hansı dili, birincisi, onların dediklərini sorğulayaram açıq şəkildə. Onlara çağırış kimi, yəni çağırış atmaq kimi öz mövqeyimi qoyaram ortalığa və mübahisələndirərəm də. Və onların motivlərinin mənfur olub olmamasını da sorğulayaram açıq şəkildə. Yəni, rus dilini qoyub da türk dilindən danışmaq nə dərəcədə düzgündür. Xalqımız susur, çünki xalqımız qorxur, anlayıram. Azərbaycanda indi kim durub prezidentin hər hansı mövqeyini açıq şəkildə tənqid edə bilər ki, dilə gələndə, dil məsələsində də tənqid eləsin. Və prezident ictimai rəydən qorxmur, ağlına gələni deyə bilər, bunu bilir. Deyə bilər, polisə güvənir. İctimaiyyətin dəstəyinə yox, polisə güvənir. Hər hansı başqa məsələdə olduğu kimi. Amma mən sizi bu məsələ barəsində düşünməyə çağırıram. Nədir bunun arxasında olan? Nədir prezidentin həzm edə bilmədiyi? Niyə onun ailəsində kimsə rus dilində şeirlər yaza bilər, amma türk televiziya kanallarından bu adam öz dövlətimiz üçün təhlükə görür. Halbuki dövlətin başında özüdür. Halbuki Türkiyə ilə münasibətlərin xüsusi olduğunu dəfələrlə vurğulayıb. Necə oldu Türkiyə dostumuz oldu, amma dili bizim üçün təhlükədir? Necə olur bu? Bu təzadı mənim üçün kimsə izah eləsin, aydınlaşdırsın. Bəlkə mən nə isə görmürəm, bəlkə mən nə isə anlamıram, bəlkə mən o qədər qərəzliyəm ki, mən həqiqətləri görmək istəmirəm. Belə. Bu məsələni diqqətinizə çatdırmaq istədim. Çünki mənim üçün dediyim kimi bundan əhəmiyyətli bir şey yoxdur. Və bilirsiniz nə? Axırda sizi baş-başa qoymaq istədiyim bir məqam var. Prezidentin belə davranışı Türkiyədən yararlanım, hərbiyə gələndə, müharibəyə gələndə, siyasi dəstəyə gələndə. Onlardan yararlanım, amma altdan adını çəkmədən birisi AMİA-da, o birisi deyəsən parlamentdə harda türk dilinin təhlükəsini dilə gətirim. Bu onu göstərir ki, prezident Türkiyə ilə münasibətlərinə çox belə, necə deyirlər buna, opportunist yanaşır. Fürsətçil. Yaxşı sözümüz var. Fürsətçil yanaşır. Niyə? Lazım olanda Türkiyənin dəstəyindən yararlanır və türklər bunu görür. Yəni, mən eşidirəmsə burada, indi siz təsəvvür eləyin, Türkiyənin diplomatik korpusu var, Türkiyənin Bakıdakı səfirliyi var, onların içində milli təhlükəsizlik ya istihbarat, kəşfiyyatla məşğul olan adamlar var. Normaldır bu, normaldır. Və söz gedir, çatır lazım olan yerlərə. Sən bir tərəfdən Türkiyə ilə münasibətləri vurula, digər tərəfdən altdan adını çəkmədən diplomatik yolla
A, Türk dilinin təhlükələrindən danış. Ümid eləyirəm ki, yanlış anlaşılmadı bu. Ümid eləyirəm ki, mən nəyisə düzgün başa düşməmişəm, ya mənim ağlıma bu cür gəlib, amma əslində onun demək istədiyi başqa idi. Amma yenə də mənim gördüyüm qədər, mənim eşitdiyim qədər, yəni söhbət burada türk dilindən gedirdi. Kaş ki, yanılım. Yəni bunu deyirəm, açıq deyirəm, yanılım. Bu opportunist yanaşma da bilirsiniz, çox pis görünür kənardan. Kənardan baxanda çox pis görünür bu. Lazım olan türklər də bizə necə deyim, kobud sözlər işlətmək istəmirəm, amma bilirəm nədən danışdığımı bilirəm. Çünki şəxsi söhbətlərdə eşidirəm. Bizə bəziləri, bəzi dövlətimizin, dövlət məmurlarımızın, elə xalqımızın özünün davranışları o qədər də xoş gəlmir. Yenə də yumşaq şəkildə deyəcəm. Bizə o qədər güvəniləcək bir dost kimi baxmırlar orada. Bu da yəqin ki, bunun səbəbkarın biri bizim dövlət başçımızın bu cür ifadələr, bu cür sözlər, bu cür qorxular dilə gətirməkdir. Başqa sözlə desəm, çox sadə sözlə desəm, canım, sənin kanallarına ona görə baxmırlar ki, sənin dilini sevmirlər, öz dillərini başqa sözlə sevmirlər, öz mədəniyyətini sevmirlər bu insanlar. Sənin dəstəklədiyin və propaganda kimi istifadə etdiyin ATV, BTV, CTV, nələr də olar bu, Liderdir, Valla, AzTV'dir. İctimaini demirəm, yəni ictimai biraz fərqlənməyə çalışır bunların arasında bəlkə. Nə qədər alınır, bilmirəm daha. Daima baxmıram. Amma başqa yerdə qalan bütün bu kanallara ona görə baxmırlar ki, keyfiyyətsizdir onlar. Orada küçədən keçən adamlar işləyir. Orada savadsız, televiziya savadı olmayan adamlar işləyir. Orada efir mədəniyyəti olmayan adamlar yığışır və efir üçün çox belə aşağı, bayağı standartlarla proqramlar hazırlayırlar. Və bu xalq öz nə deyirlər ona, remote, kumanda cihazı ilə səs verir. Başqa kanallara keçir. Öz dilinə yaxın bir dildə, öz mədəniyyətinə yaxın bir mədəniyyəti əks etdirən kanallar axtarır. Matryoşkalara baxaq yenə də, Moskvaya baxaq yenə də, Çastuşka oxuyaq yenə də. Nə istəyirsiniz? Nədir xoşunuza gəlməyən? Xoşunuza gəlmirsə, dövlət büdcəsindən pul silmək, axmaq seriallar çıxarmaq Azərbaycanda onunla deyil. Onunla deyil. Biabırçılıqdır bu. Pulu yedilər, taladılar. Dövlət büdcəsindən serial çəkmək nədir ümumiyyətlə? Yəni, nəyə lazımdır bu? Büdcə hər yerə çatdı, bircə serialımız qalıb da, saqqal darağı. Onu da eləyək. Yəni, bilirsiniz, bir məsələnin ipini çəkəndə, bir məsələnin ipindən yapışanda, dartanda 10-15 digər məsələ gəlir ortalığa. Gördüyünüz kimi, hardan yapışsaq korrupsiyadır, büdcə talamasıdır, rüşvətxorluqdur, biabırçılıqdır və bizim dövlət məmurlarımızın burnunun ucundan o yanı görməməkdir. Hər hansı məsələdən, dildən yapışırsan odur, iqtisadiyyatdan yapışırsan odur, sosial məsələlərdən yapışırsan odur, söz azadlığından yapışırsan odur, məhkəmələrin biabırçı olduğundan yapışırsan odur. Hər şey gəlir çatır eyni məsələlərə. Özbaşınalıq, korrupsiya, rüşvətxorluq, cahillik, savadsızlıq, öz millətini sevməmək, öz millətinin gününə qalmamaq və burada mənəm Bağdadda kör xəlifəlik. Dərəbəylik, özbaşınalıq. Belə. Amma bu dil məsələsi mənim üçün çox ciddidir, çox əhəmiyyətlidir deyə istədim öz fikirlərimi, artıq neçə həftədir içimdə daşıdığım bu fikirləri sizə də bildirim. Sizin rəyiniz mənim üçün çox əhəmiyyətlidir. Bu barədə nə fikirləşirsiniz? Məndən fərqli düşünürsünüzsə, problem deyil. Şərhlərinizi yazın hər hansı halda.
Madəm ki, o vaxta qədər ki, necə deyim sizə, nəzakət, normal təmas qaydalarını pozmayacaqsınız, sizin şərhlər həmişə qalır bizim kanalda. Buna nə deyim daha, nə əlavə edim bilmirəm. Vaxtınıza görə təşəkkür. Sağ olun.